Sabiq baş prokuror İxtiyar Şirinin Xural qəzetinin baş redaktoru Əvəz Zeynallıya, qəzetin baş redaktorunun müavini Məlahət Zeynallıya və keçmiş Müdafiə naziri Rəhim Qaziyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia icraata qəbul edilmədən rədd edilib. Bugün Yasamal rayon məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə keçirilən hazırlıq iclasında bu qərar qəbul edilib. Cavabdeh Əvəz Zeynallının vəkili Elçin Sadıqov iddianın rədd edilməsi barədə vəsadət qaldırıb. Xüsusi ittihamçı İxtiyar Şirin öz iddiasını müdafiə etdiyini bildirdi və cavabdehlər barəsində həbs qəti imkan tədbirinin seçilməsi barədə vəsadət qaldırıb. Tərəfləri dinlədikdən sonra hakim iddianın qanunvericiliyə uyğun tərtib edilmədiyini əsas gətirərək icraata götürülmədən rədd edilməsi barədə qərarı elan edib. Elçin Sadıqov bir vəsadət qaldırdı məhkəmə işinin icraata götürülməməsi haqqında. Biz vəsadəti təsdiqlədik. Rəhim Qaziyev də keçmiş Müdafiə naziri bu da təsdiqlədi. Və qısa müşavirədən sonra hakim belə qərara gəldi ki, bu iş prosesual pozuntuların çox olduğuna görə, şikayət ərizəsi düzgün qəbul olunmadığına görə icraata qəbul edilməsin. Xatırladaq ki, iddiaya Rəhim Qaziyevin Xural qəzetinin 10-16 yanvar tarixli sayında dərc olunmuş müsahibəsi səbəb olub. Müsahibənin bir hissəsində Rəhim Qaziyev İxtiyar Şirinin mətbuatda verdiyi açıqlamalara münasibət bildirib. Bu səbəbdən də İxtiyar Şirin xüsusi ittiham qaydasında məhkəməyə müraciət edərək cavabdehlərə Cinayət Məcəlləsinin 147 və 148-ci maddələri ilə cinayət işi açılmasını istəmişdi.